Salam balaca rəssamlarım və rəssamlığa maraqlı olanlar. Bu günləri icmaldan atdığınız mənə əl işlərinizə baxacağam və bunu deyim ki, uşaqlar həqiqətən biraz üzrlü sayın müəyyən səbəblərə görə mən videoları gec-gec atdım, amma bu həftə 7 gün 7 video deməkdir. Hər gün bir dənə video gələcək, şübhəniz olmasın. Başlayaq yəni ilk şəklimizdən. Salam müəllimə, necəsiz? Çox sağ ol, yaxşıyam. Sən necəsən? Adım Xoşqədəmdir. Hə, Xoşqədəmdir. Veriliş aparan yox, yazı uşaq o qədər deyiblər ki, yəni şey eləyib də açıqlayır. 13 yaşım var, səhvlərimi desəniz öyrənmək, yəni kömək edərdiniz. Heç bir kursa da getməmişəm, yəni özüm istəyərək öyrənib, yəni özü çalışıb. Deyir ki, videoya qoymasanız olar. Yəni niyə qoymuyorum? Səhvlərimi deyərsiniz. Böyüyəndə də dizayner olmaq istəyirəm. Düşünürəm ki, yəni və yaxud şey deyir. Mangakarlıq şeydir uşaqlar. Anime çəkənlərə mangakarlıq. Azərbaycanda həddən artıq azdır, yəni mən bildiyim qədərilə. Anime, yəni öz də izah edib. Baxın, anime çəkənlərə deyilir. Bu arada heç birini tamamlağın səbrim çatmıyor. Bu arada sadəcə müəllimə yox, siz də deyəsiniz. Yəni uşaqlar sizin də fikirlərinizi bilmək istəyir. Yəni siz də öz fikirlərinizi deməyə çəkinməyin. Bu arada deyim ki, rəssamlığın ən önəmli şərti odur ki, səbirli olmaq. Və bunu deyim ki, həqiqətən çox qəşəng işləmirsən. Yaşını neçə yazmısan? Yaşını 13. 13 yaşa görə məncə yaşa görə yəni çox qəşəngdir də, yəni super, ağla. Əslində gözləri çox qəşəngdir. Anime çəkmək həqiqətən asan deyil uşaqlar. Mən özüm də çəkəndə əsəblərimə toxunur, amma sən çox qəşəng çəkmisən, bunu da deyim. Pis deyil məncə. Məncə də pis deyil. O karakter adı nə idi bilmədim. Adı yaddan çıxdı. Belə qalıb şəklini çəkib. Çox da qəşəng işləmisən. Vərəqdə işləyib, çox da qəşəngdir. Yəni niyə? Yaşı neçədir görəsən? Məncə çox qəşəngdir. Heç vaxt öz işinizdə pis deməyin. Orada bir əziyyət varsa, çəkilən bir əziyyət varsa, heç vaxt o iş pis olmaz. Yəni pis, yaxşı, siz imtahana getmirsiniz ki, o dərəcədə qiymətləndirirsiniz. Yəni qiymətləndirirsiniz, cümlədə qura bilmədim. Yəni burada məqsəd vaxtını düzgün qiymətləndirməkdir. Salam müəllimə, necəsiz? Ümid edirəm yaxşısınız. Bu yeni əl işimdir. Yağlı boya ilə işləmişəm. Ümid edirəm ki, xatırlayarsınız məni. Sonda işlədiklərim şəkillərimi tanıyın. Bir dəqiqə, niyə tanımadım? Çox da qəşəng əl işlərin. Yaş 10. Mən bunu deyim ki, ilk dəfə əl işini atanda ürəklə mənzərə yadımdadır. Necə ki, axırda da qoymusan, çox da qəşəngdir. Bu uşaq mələkdirmi, bilmirəm nədir, çox qəşəng işləmişsən. Həqiqətən çox qəşəngdir də. Yəni, wow, yağlı boya ilə texnikasını işləyib. Super görsən də. Həqiqətən belə də davam elə, supersən. Adım Mehridir, 14 yaşım var. Atlar, mən ümumiyyətlə at çəkməyi çox sevirəm. Sevmirəm. Atları sevirəm. Özüm də at eləyəm, 2002-yəm. Atları sevirəm, amma at çəkməyi sevmirəm. Birinci söz düz deyil, çaşır düzün deyir. Bilmirəm, sevirəm əslində at çəkməyi də, amma nəsə alındırma olmur. Səndə də məsələn arxa ayaqlarında problem var, amma işin ümumiyyətlə yaxşıdır, davam elə. Həqiqətən at çəkmək çətindir. Yəni əhsən sənə deyirəm. Salam müəllimə, 12 yaşım var, necədir? Nə olar görün, niyə də görmürüm. Uşaqlar həqiqətən üzrlü sayın. Dediyim kimi, çalışacağım bu həftə 7 video. Özümə challenge eləmişəm ki, mən bu videoları paylaşacağım. Başıma girmir. Damalı dəftərdə Hello Kitty. Çox qəşəng. Mən Hello Kitty ümumiyyətlə xoşum. Mən də çəkərəm bir ara. Biraz fərqli formada işləyirəm. Maraqlı qatmaya çalışıram. Amma dediyim kimi, damalı dəftərdə çəkilən şəkillər insanı məktəb illərinə aparır. Asifin yenə möhtəşəm rəqs edən cütlük işini görürük. Çox qəşəngdir. Əla işə nə deyirlər? Super. Yəni tapdıq, bir sözlə tapdıq. Çox qəşəngdir, həqiqətən. Nə bileyim, insan yeni əl işlərində gözləyir. Yəni bu nə bileyim, çox fərqli, çox maraqlı, çox da gözəl işləmirsən. Necədir müəllim? Yorumunuzu görməlisiniz. 6 ildir. Bir dəqiqə. Bu iş. Mən bunu SS eləyəndə də görmüşdüm. Biraz da deyir, başda əyrilik var. Yəni, məncə səhvlərimi deyərdiniz. İlk növbədə sual vermək istəyirəm. İlk növbədə sizlərə uşaqlar, bu videonu baxan şəxslərə. Sizcə bunu AI-mi deyik, yəni ChatGPT-də işlənilmiş bir portret kimi. İlk növbədə bu mənim portretimi işləmişsənsə, çox sağ ol bir də. Bir də emosional bir şey yaşadım burada ona görə.
Əgər mənim şəklimi həqiqətən sən çəkmisənsə, bu səpkidə 6 il istəyirsənsə 10 il olsun. Bu dəstəxət, ChatGPT dəstəxət. Dəstəxət deyəndə bir proqramın dəstəxəti olmur. Sadəcə adam baxan kimi bilir ki, bu proqramla işlənilmiş bir işdir. Mən bunu baxan kimi bunu bildim. Əgər sən 6 il bu sənətlə məşğulsansa balacam, məndə 6 ildən plus 10 ilə yaxındır ki, 10 ildən də artıq olur ki, mən də bu sənətlə məşğulum. Əgər çəkmisənsə, okey, superdir, əladır, möhtəşəmdir və çox da onore oluram ki, yəni sevinirəm ki, mən bir rəssamlıq kanalıyam, rəsm öyrədən bir kanalım, bir müəlliməyəm və uşaqlar da mənim portretimi çəkəndə ekstra bir sevinirəm. Amma gedib də başqa bir proqramdan götürüb düzəldib atması mənim üçün xoş bir şey deyil. Çalışın uşaqlar öz əziyyətinizi, zəhmətinizi pis olsun. Həqiqətən pis olsun, amma atın. Əsl odur sən bunu gözəl bir sənətdir, asudə vaxtlarını dəyərləndirirsən. Hər kəs eyni cür möhtəşəm çəkmə məcburiyyətində deyil. Yəni bunu başa düşməyinizi istəyirəm. Belə bunu işte altda da yorumlarda hətta baxdım. Əksəriyyəti deyir ki, yəni niyə yalan deyirsən falan. O da deyir ki, 6 ildir belə olmalıdır falan deyir. Qəlbini də qırmaq istəmirəm, qəlbini də qıra bilmərəm. Çünki hər birinizi çox istəyirəm. Əsas məsələ burada rəsm öyrətməkdir, bir-birimizi aldatmaq deyil. Yəni belə. Ona görə biraz pis oldum. Yəni nə bilim, qəribə hiss elədim. Tək ki elə olmasın. Yəni imza atardın heç olmasa, sənə aid bir element, detay qoyardın. Bəlkə onda inanardım. Çünki belə inandırıcı gəlmir. Nəsə video dramaya bağladıq, boş verək. Əsas odur. Nə o qaralama da atsaydın, bilərdim ki, sən onu özün işləmirsən də, yəni. Son qəlb qıran insan mən olaram da bu sənətlə bağlı. Çünki mənim bu kanalı açmağım məqsədi sizi ruhlandırmaq, həvəsinizi artırmaq, özümü də inkişaf elətdirməkdir. Ümid edirəm məni başa düşmüsən balacam. Sanki öz yan-bayan oturmuşuq. Demək istəyirəm ki, balacam, çalış, nə qaralama olursa olsun, özün işlə. Ola bilər sən işləmirsən, nəsə imza qoy, nə sənə dair bir şey qoy. Dəstəxət, ayi dəstəxət nə oxşuyur da, yəni bir proqramla işləmirsən. O qədər möhtəşəm çəkmisənsə, nə bilim, o dəstəxət, nə bilim. Nəsə əsəbləşdim biraz. Əsəbləşmədim. Sadəcə pis oldum ki, yəni uşaqlar bir yerdən götürüb atırlar, deyirlər ki, mən çəkmişəm. Mənə aid olmayan bir şeyi mən çəkmişəm kimi şey eləmək nə üçün də, yəni niyə, səbəb, yəni lazım deyil elə şeylərə. Dedim qoymayacağam bu hissəni. Dedim eybi yoxdur. Qoyuram. Məcbur. Çünki neçə dəfələrdə bunu rastlaşmışam. Xoş deyil. Heç xoş deyildi. Yəni mən baxan kimi bilirəm də. Salam müəllimə, adım Süreyyadır. Kətanda işləmişəm. 13 yaşım var. 8-ci sinifə 8-ci sinifə keçir. 7-ni bitirib. Aha. Çox da maraqlıdır. Gilas ağacında asılan pişik görürük. Çox da şirindir. Pişiyin üzü niyə elədir? Şeydir. Sanki düşür kimi gəldi mənə. Yardım mı istəyir, kömək mi istəyir. Amma çox şirindir. Çox qəşəng, əla. Salam, necədir? 13 yaşım var. Sizin rəsm videonuzdan. Çox qəşəng. 13 yaşında bu formada. Başlanğıc çox qəşəngdir. Davamlı formada eləmək istəyirsənsə, yəni dediyim kimi hissələrə çəkmə. Hər videoda dediyim kimi, əgər antik baş heykəli başlamaq istəyirsənsə, hissələrini çək. Ağzını, burnunu, qaşını falan bunları çək. Sonra bir dəfə heykəl başla. Yəni bir başa heykəl işləyərək motivasiyadan da düşə bilərsən, amma ilk işin əladır. Məncə bir neçə rəsm qoymaq istərdim. Yəni mən də deyir, məncə nə idi? Deyir, mən də bir neçə rəsm qoymaq istərdim. Yaş 13. Mənzərələr əladır. Əsasən də gəmi olan çox qəşəngdir. Su çox qəşəngdir. Bir sözlə, bu videoda çox qəşəng əl işləri gördük. Bu videoda çox qəşəng əl işləri gördük həqiqətən. Bu nədir? Bu nədir? Çox qorxuducu, amma çox qəşəngdir. Bir dəqiqə, tarixə baxın, 26.06.2026. Tarix çox qəşəng. Bu tarixin təsirindən bu biraz qorxuducudur uşaqlar. Gecə-gecə baxıram bu şəkillərə. Çox qəşəngdir amma, maraqlıdır. Amma Siçan daha çox bəyəndim. Ümumiyyətlə fərqlidir, fərqlilik qəşəngdir, ayıltdı bizi. Salam müəllimə, bu arada rəsmimi sizdən gördüm, necədir? 14 yaşım var. Bu mənim mənzərəm. İnansınız, bu şəkli universitetdə didik elədim, tapa bilmədim. Yəqin götürüblər. İstərsəniz biz artıq onu universitetdə təhvil veririk. Artıq o iş bizə aid olmurdu. Yəni 10 kimi bir şeydir. Amma çox qəşəngdir. O yadıma düşdü. Dərdlərim yadıma düşdü. O şəklini çəkəndə, çəkdiyim əziyyəti. Çox qəşəng çəkmişsən bu arada. Superdir yəni. O çox əziyyətli bir şəkildir uşaqlar. O kompozisiyanı qurmaq özü bir həngamətdir həqiqətən. Pis çəkmişəm. Başladıq yenə. Nə pis çəkmişəm? Mən çox qəşəngdir. Şirindir. Neçə yaşın var? Yaşına görə də qəşəngdir. Sadəcə işıq kölgəyə fikir ver.
Tek bir rəngdən istifadə etmə. Bunu biraz rənglərlə oynamayı bil. Rəngləri bir-birinə qatmaya, zövq almaya başla. Burada məqsəd pisdir, yaxşıdır deyil. Söhbət o deyil qətiyyən. Salam Tərnə müəllimə, necəsiz? Şəklim necədir? Deyir. Superdir. Bir dənə gözlərə fikir ver. Bilmirəm hansı aktyordur, hansında işləmirsən. Çox superdir də, yəni. Bir sözlə, videomuz bu qədərdir uşaqlar. Çalışacağım ki, həftədə bugündən etibarən hər gün atım video. İnşallah hər şey yaxşı olar. Fərqli videolar da var. İnşallah bəyənərsiniz. Bir sözlə, inşallah 10K olmaya az qalıb və 10K-nın olmağının şərəfini siz də bilirsiniz. Kanalın odları bilərdi, yəni ən köhnə takipçilər ki, 10K olanda 5 nəfər var. Bunu deyirəm, daha da heç nə demirəm. Bu qədər. Nəsə çox bugün yorğun idim, bilmədim nə dedim. Nəsə uşaqlar bu qədər. Ümid edirəm ki, videonu axıra qədər izləmisiniz. Əgər videoya axıra qədər izləmisənsə, şey yaz, mavi ürək qoy. Onda bilərəm ki, boş mavi ürək qoy. Bilərəm ki, videonu axıra qədər izləmisən. Digər videolarda görüşənədək hələlik.